Değerli izləyicilər, sizi kanalımdan salamlayıram. Bugün mayonez hazırlamışam. Bugünkü mayonezi deməli mən yumurta ilə hazırlamışam. Kanalımda paylaşmışam yumurtasız südlə hazırlanan mayonez. Bu dəfəki mayonez isə yumurta ilə hazırlanır. Keçək hazırlama qaydasına. Əvvəlcə bir qaba 1 stəkan duru yağ, biraz duz, yəni hardasa 1 çay qaşığı, silə çay qaşığı qədər, biraz istiot, təbii ki damaq dadınıza uyğun olaraq duzu, istiotu ayarlaya bilərsiniz və 1 çay qaşığı xardal. Bəzən xanımlar xardalın nə olduğunu soruşurlar, yəni qarçıca hansı ki sosiska ilə yeyilən. Burada bizim xardal, yəni acı xardal deyil. Daha sonra üzərindən 1 xörək qaşığı limon suyu əlavə edirəm və 1 ədəd yumurta. Bunları blenderlə qarışdırıram. Çox tez, rahat, asan başa gələn bir mayonezdir. Burada diqqət edirsinizsə blenderi tam yumurtanın üzərinə tutdum. Yumurtanın sarısını blenderin alt hissəsində saxladım. Tərpətmədən, əvvəlcə tərpətmədən blenderi işə saldım. Daha sonra gördüyünüz formada qaldıra-qaldıra, qarıştıra-qarıştıra blenderi işlədirəm. Çox tez, rahat başa gəldi bizim bu mayonez. Qatlaşdıqdan sonra elə bu formada da saxlaya bilərsiniz və yaxud yenidən biraz da yağ əlavə edə bilərsiniz. Mən dada görə sonradan yarım stəkan zeytun yağı əlavə elədim. Bizim evdə zeytun yağı çox sevilir deyə mayonezdə də çox belə maraqlı bir dad hiss olunur mayonezin dadında. Ona görə yarım stəkan da zeytun yağı əlavə elədim. Yenə də qeyd edirəm, siz istəsəniz yarım stəkan duru yağ, zeytun yağı olmasa da və yaxud yarım stəkan yağı əlavə etməyə bilərsiniz. Yəni heç bir başqa burada dəyişiklik olmadan mayonezdə sadəcə biraz artım olur mayonezdə. Yenidən blenderlə qarışdırıram və hazır olur. Heç hardasa 5 dəqiqə bizim vaxtımızı almır. Çox gözəl mayonez əldə etmiş oldum. Həqiqətən həm duzu, dadı, zeytunun yağı ona çox gözəl bir dad verdi mayonezə. Bu mayonezi dəyərli xanımlar çox rahatlıqla bütün salatlarda istifadə edə bilərsiniz. Soyuducuda da 1 həftə 10 gün müddətində rahatlıqla saxlaya bilərsiniz. Yəni adam lazım olur ki, mayonez istifadə etmək istəyir, bir də görsən evdə olmur. Çox rahat, belə çox az vaxt sərf edib bunu istifadə edə bilərsiniz, hazır edə bilərsiniz. Üzr istəyirəm. Qat-qat yenə də qeyd edeyim ki, marketlərdən alınan mayonezlərdən ləzzətli və keyfiyyətlidir. İnşallah siz də bu qaydada hazırlayın. Əgər bəyəndinizsə zəhmətə dəyər verərək bəyənmə düyməsinə toxunmağı unutmayın. İzlədiyiniz üçün təşəkkürlər.